İran prezidenti Məsud Pezeşkiyan bugün Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Məsud Pezeşkiyanı qarşılayıb. Fəxri Qaravul dəstəsinin rəisi İran prezidentinə raport verib. Prezidentlər Fəxri Qaravul dəstəsinin qarşısından keçiblər. Mövqelərimiz atəşə tutulub. Aprelin 28-i saat 00:25-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Rusiya 60 il müharibə aparacaq. Koreyalılar tükənənə qədər tam səfərbərlik elan etməliyik və çoxlu yeni döyüşçülər dünyaya gətirməliyik. 40 illik müharibələrə hazırlaşmalıyıq. Bu sözləri Rusiyalı filosof, ictimai-siyasi xadim Aleksandr Dugin deyib. Onun fikrincə, cəmiyyət həqiqətən də vacib olan problemlərə diqqət yetirməlidir. Dəfələrlə demişəm ki, yaxın 40-60 ildə Rusiya müharibə aparacaq. Belə müharibələrə hazırlaşmalıyıq. Ona görə də yeni döyüşçülər və onların analarını dünyaya gətirmək lazımdır. Görürəm ki, xəbərdarlıqlarım eşidilməyib. Ona görə də açıq şəkildə xahiş edirəm. Rusiyada doğum səviyyəsini artırmaq üçün mübarizə kəskin şəkildə sürətləndirilsin. Bununla belə, qarşıdakı aylarda ümumi səfərbərlik barədə düşünün. Türkiyə hərbi təyyarələri Pakistana göndərdi. Hindistanla gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarələri Pakistana doğru hərəkət edərkən görüntülənib. Bu barədə Flight Radar izləmə xidmətinin məlumatlarında qeyd olunub. Pakistan mənbələrinə görə Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya enib. Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra pisləşib. Pezeşkiyan Zəngəzur dəhlizindən danışdı. İran prezidenti Məsud Pezeşkiyan ATV-yə müsahibə verib. İran prezidenti Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə edib. İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var. İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur.